Güzgüyə baxdıqda özünü kifayət qədər yaxşı görmürsən, əzələn inkişaf edir, çəkin dəyişir, yağ yandırırsan. Amma hələ də özünü dəyişmiş kimi hiss etmirsən, sən tək deyilsən. Bu, bədən dismorfik pozuntusunun əlaməti ola bilər. İnsan özündə olmayan qüsurları görür və ya olan qüsurları həddindən artıq şişirilmiş formada hiss edir. Xüsusilə idman edənlərdə bu çox gizli şəkildə baş göstərir. Hələ də kifayət deyil düşüncəsi, nəticəni görməmək, bədəni daim tənqid etmək, güzgüdə tez-tez yoxlama, məşq etmədikdə özünü günahkar hiss etmək, məşq etdikdə belə kifayət qədər etmədim düşüncəsi. Bunun əsas səbəblərindən biri sosial mediada gördüyümüz mükəmməl işıqda çəkilmiş, bəlkə də filtrlənmiş bədənlər, steroid nəticələri. Bununla qarşılaşdıqda artıq beyin normal bədən standartlarını itirir. Güclənirsən, sağlamsan, amma sanki bədənində heç nə dəyişmir. Bunu aradan qaldırmaq üçün özünü başqaları ilə müqayisə etmə, keçmişə bax və ən kiçik inkişafınla belə fəxr et və davam etməkdən zövq al.